İnsanlar elə düşündülər ki, bu musiqi yəni mənim toyum üçün yazılıb, amma yox. Yəni sənətkarımız ifa etmişdim. Sizə deyim ki, çox da gözəl qarşılandı. Bugünkü günün özünə qədər. Elə məclislər var ki, onun açılışını məsələn o mahnı ilə istəyirlər. Yəni indiyə qədər də sevilir o musiqi. Toyum üçün mahnı axtarırdım deyəndə bəs nəyi nəzərdə tuturdun? Yəni düşünürdüm ki, hansı bəstəkara mən üz tutum. Yəni ilk biz bəy gəlin içəri daxil olanda o musiqini mən ifa edim və belə deyək də rəqs edək. İlk rəqsimiz olsun. Sonra nəsə radioda ani bir anda səsləndi musiqi. Düşündüm ki, yox, mən bunu ifa edəcəm. Çox gözəl. Mən belə başa düşdüm ki, sən o mahnını həyat yoldaşına həsr etdin. Hə, və ən əsas da toyumuza, toy günümüzə. Mən onu hansı niyyətlə ifa etdimsə, bugünkü günün yəni özünə qədər demək olar ki, bir 70% dəvət aldığım xeyir günlərdə, yəni səbəbkarlar ilk rəqsi onu istəyirlər.